pak və müqəddəs və mütəhhər ruhların yad edib sələvat zikr edib. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ağamız, sərvərimiz, şəhidlər ağası, şəhidlər sərvəri Həzrəti İmam Hüseyin əleyhissalam, övladı, balaları, dostları, əshabı, ardıcılları, ruhların yad edib sələvat zikr edib. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bu günləri İmam Hüseyin əleyhissalama, cəddi Həzrəti Rəsulullaha, anası xanım Zəhraya, atası Əmirəl-Müminin Həzrət Əliyə, başsağlığa gələn Əhl-i Beytin qapısını açıb, bu məclislərdə iştirak edən və bu məclisləri boş qoymayan, bu məclislərə rövnəq verən cəmaatımız bir digərimizin ənbatı üçün sələvat zikr edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Dünya və ahirətdə Əhl-i Beyt və Qur'anla məşhur olaq. Bu iki böyük nimət, amili səadət, insan xoşbaxtlığının təminatı, Qur'an və Əhl-i Beytdən Allah bizi ayrı salmasın. Bizi həm əqlən, həm dildə, həm qəlbən, həm əmələn, həm həyatən Allah Teala Hüseyndən və Hüseyin məktəbindən ayrı salmasın. Amin. Allah-u Teala balalarımızı, cavanlarımızı, sabahımızı, yəni övladlarımızı Allah bu iki böyük nimətdən məhrum eləməsin. Amin. Xüsusən bu qərib ölkələrdə, qərib yerlərdə xalqımız, cəmaatımız, elimiz, obamız, millətimiz evindən, eşiyindən, vətənindən olub. Uzaq məkanlarda evlər qurublar, ailələr qurublar, övlad yetişdirirlər. Sabah bizi böyüdürsünüz və böyüdürük. Allah Teala evimizin içində olan balalarımızı Hüseyndən ayrı salmasın inşallah. Amin. Bu məktəbdən bu xalqı məhrum etməsin. Amin. Bu nimət, Hüseynçilik, Hüseyn şuarlılıq, Hüseyn pərəstlik nimətini Allah biz millətimizə böyük bir iftixar və nimət olaraq Allah bəxş edib. Allah bu niməti əlimizdən almasın inşallah. Düzdür ki, bəzi qüvvələr, bəzi mədəniyyətlər, bəzi mənfur məktəblər, bəzi mənfur məntiqlər, bəzi mənfur düşüncələr, bəzi mənfur mədəniyyətlər, Hüseynçilik və Hüseyniyyələrimizi, Hüseyni təfəkkürümüzü, Hüseyni əxlaqımızı, Hüseyni yaşayışımızı bu millətdən almaq istəyir və buna cəhd edir. Hər tərəfdən hücuma keçir. Allah Teala bu millətimizi bu hücumların qabağında mətin qərar versin. Amin. Və Allah Teala bu hücumlara bizi məntiqimizlə, elmimizlə çıxartsın bu hücumların qarşısında biz əyilməyik, sınmayaq, düşmənin cavabını vaxtında verək. Məktəblər ki, dünya bugün yaradır, məxsusən Avropa, məxsusən Qərb,
məxsusən Yahudiyyət, məxsusən Anglo-Sakson, məxsusən sekularizm, məxsusən liberalizm ki, bugün dünyanın ağusudur, dünyanın boğazına keçmiş bir ideologiyadır, bir yaşam tərzidir. Bunlar Hüseynlə bərabər ola bilməzlər. Çünki Allah rəhmət eləsin, Əli Vahidi dindar olmayıb. Amma bəzi sözlər gəlib dilinə, şeir dili ilə Allah ona dedizdirib bu sözləri ki, bugün biz dindar adamdan dəlil getirəndə camiyə onu qəbul eləmir. Qeyri-dindardan dəlil getirəndə sözü keçərlidir. Dilə bu Əli Vahid deyib bunu. Məsələn, deyəndə ki, Füzuli deyib, Füzuli dindar dövrdə yaşayıb. Yaxşı, Füzulidən demirəm. Əli Vahid ki, SSR dövründə yaşayıb. Şimriduni ilə Hüseyin, eşqin düşüb sevdasına. Əli Vahidindir bu. Şimriduni ilə Hüseyin, eşqin düşüb sevdasına. Biri rey həvasına, birisi bəla səhrasına. Qəzələ var, mərsiyə var. Deyir ki, Əli Vahid istəyirsin ki, cəmaat, siz aya da uçsuz, yerə də girsiniz, səmaya da qalxsınız, hara getsiniz, aşiqliyinizi dana bilməzsiniz. Mən burada haşiyədir bu, Bismillah eləməmiş bu sözlər gəldi. Mən bir xütbənin ədəbin yerinə yetirib, bu söhbəti davam edeyim. Bismillahirrahmanirrahim, elhamdülillahi rabbil alemin. Və sallallahu ala seyyidil enbiyai vel mursalin, el-muayyidil rasulil muqaddemel Mustafa el-Mahmud, Əbul Qasimi Muhammed sallallahu aleyhi ve sellem. Və ala aleyhi tahirin el-ma'sumin və la'natullah a'daillah minəl-an ila qiyam yevmiddin. İstəyirdisin ki, varlıq aləmində insan adlandırdığımız, bəşər adlandırdığımız, Adəm dediyimiz varlıq eşqdən imtina eləyə bilməz. Yeryüzündə nə qədər insan görürsünüz, hamısı aşıqdır. Mən sual verirəm sizə, yiyib içib yatmağı insan həyatından ayırmaq olar. Sabahdan deyir ki, dair bu cəmaat bundan bu yana yeməyəcək, içməyəcək, yatmayacaq. 3 dənə şey deyirəm, çox şey demirəm ki. Yemək, içmək, yatmaq. Bu 3 dənə xasiyyəti İnsanlar tərk eləsinlər, tərk etsinlər, mümkündür bu. Yeryüzündə hamı yiyəndir, yatandır, içəndir, su içir, yemək yiyir, yatır. Bu, yapışıbdır insanlığın xilqətinə. Yəni, insan deyəndə bunlar avtomatik insana bağlı olan xasiyyətlər. İnsanın yaradılışı ilə bərabərdir bu xasiyyətlər. Nəfəs almaq, insan nəfəs alar da, daş deyil ki. Nəfəs almaq xilqətimizə bağlı olan xüsusiyyətdir. Yemək bizim yaradılışımıza bağlı olan xüsusiyyətdir. İçmək, su içmək yaradılışımıza bağlı olan həqiqətdir. Biz bunu ayıra bilmərik insandan. İnsanla bərabərdir bu istedadlar. Şair demək istəyir ki, siz anlatmayın bir-birinizi. Belə baxmayın məsələyə. Bütün insanlar aşıqdır. Yeryüzündə eşqisiz əslində həyat mümkündür.
Dünyanın en pis adamı təsəvvür elə söz məsələn Qur'anın baxışında ya elə bizim elə baxışımızda məsələn Yezid. Baxsın, bu da aşıqdır. Eşq, aşıqlik, sevda yapışıb insanın xilqətinə. İnsanın yaradılışı ilə bərabər yaranan xasiyyətdir bu. İnsan gerek aşık olsun ki aşıqdır. Aşık olmayan yoxdur. Bu batıl təsəvvürdür ki, aşıqlər bir dəstədir, qalanlar aşıqdır. Yeryüzündə hamı aşıqdır. Sual odur ki, bəşəriyyət hamı aşıqdır, ya aşıq deyil. Kur'an'ın sualı budur. Kur'an deyir, həqqə nə qədəsi aşıqdır. Məlumdur ki, batılə də aşıq olanlar var, işlətə də aşıq olanlar var, zülmüdən həzz alıb ona eşq eləyənlər var, uşaq öldürüb, uşaq yararıb, uşaq başına tamaşa eləyib, şərab içib ondan keyf almağın eşqində olanlar da var. 40 min uşağı öldürüb, nəşinə tamaşa eləyib, bayram eləyib, konsert verənlər, konsert verməkdən eşq alanlar da var. 6 aylığın Allah yolunda qurban verib, qanını ovcuna yığıb, səmaya atıb, keyf eləyib, eşq eləyənlər də var. O sənin işindir də, baxasan ki, neyin aşıq isən? Eşqün hardan xarab olur? Kompas hardan zədələnib? Niye bu kompas bunu göstermir? Bəzən gəmidə kompas xarab olur. Gəminin böyük bir kompası var. Profesyonel kompasdan gedir söhbət. O azdı, o düz göstermedi, gəmi oldu avara. İnsanın da mənəviyyat və ruhunun kompası var. Gəmi kimi. O kompasa da ləkə düşə bilir. Düşdüyü səhv göstərir. Həqqə deyir batil, batılə deyir haqq. Müsəlman, doğma, soydaş, qardaş, dindar adama deyir düşmən, Yahudiyə deyir qurban olun sənə, dostsan sən. Bunun kompası sönüb ya sönməyib. Əlləqə onu deyir. Şimridun, dun yani pis. Şimridun yani kafir. Kafir şimr, əlləqə deyir. Şimridun, kafir şimr ilə Hüseyin. Eşkin düşüb sevdasına. İkisi de sevdalıdırlar, sevdalı. Biz deyirik ki, uşağa dəymə, sevdalıdır, nişanlısı var axı. Sevdalı cavanlar, bu yazırlar qəzəllərdə. Sevdalı cavanlar, yəni eşqə düşən vaxtı var da, işi xəylar. Sevdalı diyor. Uşağımın, balamın sevdası ürəyində qaldı. Biz uşaq olanda başa düşmüyoruz, dedik ki, necə yəni sevdası? Bunun sevdası alə bildiği adam adıdır sevda. Sevda yani o şey ki insan onun için hazırdır, əlində olanları qurban versin. Sevda buna deyirlər. Hər kəsənin bir sevdası var. Adam var ki, bir belə qabın içində, o qara zəhirmara, ailəsini də qurban verər, uşağını da qurban verər, canını da qurban verər, səhhətini də qurban verər. Əlini üzərə bir dənə ondan verin, atırmır. O da sevdalıdır. Kim diye bir sevdalıdır? Her kesenin içinde bir sevda var.
Əlağa deyir ki, Yezid deyirsiniz ha, 14 əsrdir buna lənət deyirsiniz. Bu da sevdalıdır, Hüseyin də sevdalıdır. Biri Rey havasına, biri Rey adlanan bir məntəqənin hakimiyyətinin sevdasındadır. Biri bəla səhrasının sevdasındadır. Obursi bir səhranın sevdasındadır ki, orada məşuqunun müqabilində, məşuqunun məhzərində imtihan vermək üçün ürək tələsir ora. Bizdə deyərlər, niyyətin hara, mənzülün də ora. Hər kəsənin mənzilini onun sevdası müəyyən edir. Kim nə sevdadadır, ora onun son mənzili olacaq. Kimin dünyada sevdası nə olub, qəbirdə o sevdasının adını çəkəcək. Qəbir İnsan həyatının bir etapıdır. Onu keçməlidir insan. Qəbir həyatını keçməlidir. Dünya həyatını keçirsən, sonra gəlir qəbir həyatı, sonra gəlir ahirət həyatı. Bərzəx aləmi, yəni qəbir, bərzəx aləminin əvvəl hissəsidir. Qəbir ömrü deyən bir şey var. Hamı onu yaşayacaq. Necə dünyada yaşamışsan, icbari, səndən soruşmayıbla göndəriblər sən bura. Orada da ələ-ələ keçəcəksən onu. Qəbir həyatını keçməlisən. Qəbir həyatında ağılın və məntiqin dünyası deyil o dünya, o həyat. Qəbir həyatının, qəbir dünyasının, qəbir platformasının yaşayışında orada ağıl dayanıb. Əl-yevmə nəxtimu alə əffâhihim. Yasində Allah buyurur. Buyurur, o gün sizin söz demək qabiliyyətiniz əyri ola, düz çıxmaq qabiliyyətiniz var ha, bəzilərimizdə. Düppədüz. Hamı bilir ki, əyridir ya bu. Amma Allah ona bir dənə istedad veriblər. 5 dənə adamın içindən danışığı var da bunun, yaxşı danışmağı var. Danışır, süzəkdir bu. Belə adamları söhbətlərə aparırlar, razborkalara aparırlar ki, yaxşı danışır. Yaxşı danışır, yəni səhv ola düz çıxmaq qabiliyyəti var bunun, istedadı var. Sol əli ilə məsələn, yaxşı güllə atır. Bu qabiliyyətdə də hünərdir, adamda yoxdur ki bu. Bəzi insanlarda da bu qabiliyyətlər var, çıxsın televizorə qəşəng danışsın, cəmaatı inandırsın, səfək-səfək məntiqlərini desin, cəmaatı qulaq assın, həqiqəti oxşasın, düşün, ha görsən nə danışır, düz danışır. Allah Teala bizə nə deyir Yasin surəsində? Deyir, sənin canın üçün. O istedad var ha, sənə müvəqqəti vermişəm, qəbrə qədər. O qabiliyyətim var ha, hünər burasına sinələ, əyrini düz çıxarda bilirəm mən. Onu səndən qəbirdə alacaq. Əl-yevmə nəxtimu alə əffâhim. Əffâhim, yəni fəhm qabiliyyəti və peçat vuracaq. Elə belədir tərcüməsi. Nəxtimu xətəmə alə əffâhim. Sizin fəhm qabiliyyətinizə, fəhm yəni o danışmaq, cəhcəh vurmaq qabiliyyətinizə xətm vuracaq, peçat vurub alacaq qəlbinizdən onu. Və yaxşı, nə qalacaq məndə? Allah deyir ki, nə canva yığmısan, o danışacaq. Əqlın yox. Fırlatmaq getdi. Dünyada edilir. Qaşən bacarırdı ne? Adam var, təmkid deyir də biz. Axırda deyən sözü əvvəldə deyir, aləm vurur birbirine. İşi alınmır da, danışığını bilmir.
tədbir yoxdur. Axırda deyilən söz, əvvəldə deyir, aləm bunu bilmir. Adam var ki, o sözləri elə paratika ilə yığır, qəşəng-qəşəng. Yerli yerində yığır, nəticə də alır. Mən adamlar görmüşəm, indi burada da bəzi adamlar, adam görür, bu üçüdür də, buradayam. Bəzi adamlar var, məsələn, deyir ki, falan kəsə 1 milyon atır, falan kəsə 2 milyon atır, falan kəsə 3 milyon. Bir 7-8 dənə belə bunun əhvalatından danışırlar ki, bunda belə qabiliyyət vardır. Qardaş, bir dəfə Allah'da, bunlar niyə Allah'ınlar? Bu birini Allah'sın da, bu birini Allah'dan da o qışqırır da, hayhun sarır, hamdı bilir ki, bunu Allah'dılar. Bu adam birini Allah'dır, keçir ikincisini Allah'dır, üçüncüsünü Allah'dır. O sübutdur ki, bunun xüsusi bir dənə hünəri var. Bu başqalarında yoxdur, qəşəng danışa bilir. Qəşəng aktyorluğu var, xüsusi istedaddır. Allah da deyir ki, o istedadların var ya, onları mən sənə verməmişdim belə eləyəsən, sən zay edin o istedadları. Onlar qaldı orada, bitti. İndi de danış ağlınla yox, ürəyində nə var onu danış. Qəbir qəlbin danışdığı məkandır. Bu dünyada əlini qəlbə yerləşdirə bilmirsənsə, qəbirdə qorxma, əli deyəcəksən, deyə biləcəksən. Bu dünyada həqiqətən Allah sənin üçün sevdiğin şeylərin heç olmasa sırasında olub da qorxma, qəbirdə Allah deyə biləcəksən. Yox, burada sənin həyatında Allah aktual olmayıb da o mövzu. Aktual mövzu olub pul, aktual mövzu olub Allah'dan qabağa getmək. Bunlar sənin üçün aktual mövzu, özünü öldürmə, qəbirdə bir kəlmədə Allah deyə bilməyəcəksən. Yox, bu dünyada Hüseyni aparıb öz ürəyinə sakin eləyə bilmisənsə, İmam Hüseyni qəlbivə sakin eləyib, qəlbivin sakininə çevirə bilmisənsə, heç olmasa bir neçədən bir sakininə. İndi insanlar var, qəlblərini ancaq İmam Hüseynə pay verirlər. Başqa şey yoxdur. Biz ən kiçik otağımızı bəzəyib Hüseynə belə verə bilsək, qəlbimizin ən kiçik otağını, padvalı. 25-ci mərtəbədə əzizimizi otuzdurmuşuq orada. Qəlbin mərtəbələri var. Balkonunu evi başçısına vermişik. Belə padvalı İmam Hüseyni həsr edilmişik, qəlbimizin padvalını orada Hüseyin deyə biləcəksin. Yox mu? Qəbir çətindir. Dünyanın da var. Başa vurma. Qəbir çətindir. Qəbirdə bir ömür qəlbini necə bəstəmisən, odur. Qəlbin kinlə keçib, kin qara rəngli, kin ağ rəngli ölür. Qəlbin sakinidir. Hamı aşıqdır, amma nəyə aşıqdır? İnsan zəhmətkeş varlığıdır. Zəhmətkeş olmayan insan yoxdur. Hamı zəhmətkeşdir, bir tedad, bir həddə. Amma neyi zəhmətkeşidir? İnsan yediyi neymətlərə fikir verir. Biraz turşməzə olsa, deyir, kiflənir. Qalmış yeməkləri necə kənardan hiss edirik ki, turşuyub. Abalonu yemə kiflənib o zəhərlənərsən. Xüsusən yay vaxtında. Qidalarımızı necə 15 metrədən iyi vurur, aparturlar, müəyyən edirsən. Zəhmətkeşlikdir də, bu zirəklikdir. Amma ürəyə də üfunət gətirən şeylər var, qidalar var. İnsanın ürəyinə üfunət getirir. İylənmiş pendir məlumdur ki, pis qoxu verir. Bizim kaş qəlblərimizi iynəmək imkanımız olaydı, kaş ürəklərimizi iynəyə biləydik.
onda görərdik ki, o qəlbə nəsə üfunətlər yığışır. Paxıllıq qəlbin bir üfunətidir. Riyakarlıq bir üfunətidir. Özünü sevmək bir üfunətidir. Özündən başqasının hesaba almamaq bir üfunətdir. Özünü digərlərindən üstün bilmək bir üfunətdir. Başqalarının əlində olan üstün dəyərləri onun əlindən alıb mənimsəmək, istəmək özü bir üfunətdir. Bu qəlbin üfunətləridir. Biz xaricdə Azərbaycanlıları təəssüfən bu hallar çoxdur. Bizi başqa millətlər adətən heç vaxt öldürməyib, vətənə yola salmıyor. Səhv deyirəm, dinci hansı səhv deyirsən. Bütün Rusiyanın şəhərlərinə baxın, bu yerə qədər Azərbaycana nəşib etmiş cavanların əksəriyyəti kimi tərəfindən öldürülür. Mənə cavab verin. İnsan özləri, bu nəyin fəsadıdır bu? Qabilin Habili öldürməsinin arxasında nə dururdu? Həsəd. Qəlbin üfunətindən gedir söhbət. Mən bahalı yeməklər yeyirəm. Mən eksklüziv yeməklərə yiyə bilirəm, diqqət edirəm. O mənə olmaz. Yağlı olmaz, ürəyimdə tromb var. Nə yaxşı ürəyimdə qorxudan yağlı yemirsən. Yağlı yeməkdən çəkinirsən, qeybətdən də çəkinir. Bəs o üfunət getirir ürəyimə. Qəlbimə üfunət getirir. İmam Hüseyin əleyhissalamın məclislərinin, qurulan məclislərinin, mən burada bir dənə də haşiyə edeyim. İmam Hüseyin əleyhissalamın məclisləri iki cür qurula bilər. İki cür qurula bilər. Sələvat zikr edeyim Muhammed Bu təbii məsələdir ki, bir mənfəət əsasında qurula bilər. Mənfəət əsasında qurulur. Biz bunu inkar eləmirik. Düşmənlər də deyəndə biz də onlardan əvvəl özümüz bunu tənqid eləmişik. Yəni, bugün sosial şəbəkələrdə çəkib nəzir qutularını qoyub, pul məsələlərini qabartmaq, İmam Hüseyin məclislərində pul məsələlərinə toxunub bu məsələləri qabardıb, sanki Əhl-i Beyt məktəbini tənqid eləmək, şiələri tənqid eləmək ki, bunlar burada İmam Hüseyindən xəbərlər yoxdur, pul dərin çəkirlər falandır. Buna ehtiyac yoxdur sizin deməyimizə. Biz bunu elə özümüz əvvəldə evin içində ola tənqid eləmişik bu şeyləri. Bu onsuz da bizim tənqid hədəfimizdir. Söhbət ondan getmir. İmam Hüseyin məclislərindən sui istifadə etmək olacaq insan faktoruna bağlıdır bu. Qur'andan necə ki, Peyğəmbərin öz sağlığında bu müqəddəs Qur'andan istifadə etmək istəyənlər var idi, indi də olacaq. Onun qabağını sən ala bilməzsən. Bu insan faktoruna söykənir. Bu olacaq. Müəllim hamı müqəddəs olmur ki. Süpürgə pılı yığan müəllim var. Bir də ki, doğrudan mənəvi xidmət eləmək istəyən müəllimlər var. İndi hamı müəllimləri yığmaq olmaz ki, bir dəftərin üstündə. Bu bir mənalı şəkildə ki, biz də bunu tənqid edirik. Bəli, İmam Hüseyin məclisləri ola bilər maddi məqsədlərlə qurulsun, filan olsun, orada məqsəd tamam fərqli olsun. Ola bilər ki, İmam Hüseyin məclisləri qurulsun, tamam başqa məqsədlərlə, orada heç nə Qur'anın, nə İmam Hüseynin heç xəbər olmadığı dəyərləri orada aşılamaq üçün o məclisləri qursunlar. O da ola bilər və qurulur da bu məclislər. Bu məclislərin redaksiyası xaricdə senarisi yazılır və bunlar qurulur. İmam Hüseyin məclisidir, bir də görsən ki, cəmaat lüt soyunur, lümbəli tüsünə vurur. Deyirsən ki, bu nədir? Deyir ki, bu eşqidir. Eşqidir, bu nə eşqidir o?
eşqidir bu. İndi mən bir dənə İmam Hüseyndən misal vurum. Cəhalətdir də bunlar hamısı. İmam Hüseyin Aleyhisselam Tasuva günü bilirsiniz nə eləyib? Kişilər. Diqqət edin ha. Qadınlara demirəm ha, hələ bu sözü. Hələ kişilərə demirəm. İmam Hüseyin Aleyhisselam Tasuva günü dedi ki, sabahları mənim zirehimi eynimdən çıxardıb mənim bədənimi lüt qoyacaqlar günün qabağında. İmam da bilir bu. Sonra da bədənimin üstündə at çapacaqlar o yan bir. İstəmirəm lüt bədənim qalsın cəmaatın qabağında, abrım gedər kişi kimi. Ayıb yerlərim istəmirəm qalsın cəmaat. İmam görməyi fikirləşir. Həyaya baxın, həya dərsi verir. Əmr elədi ki, bir dənə mənə paltar gətirin. Dəyərsiz olsun ki, düşmən ona tamah salmasın. Dəyərsiz olsun da, ucuz bir, adi bir paltar olsun ki, zirehimi çıxardandan sonra baxsınlar ki, bu dəyərsiz paltardır, çıxartmasınlar eynimdən, ayıb yerlərim görsənməsin. Bu tarixdir, gətirdilər bir dənə paltar verdilər, Həzrət giyindi, dar gəldi imamın əynindən. Həzrət çıxartdı o libası. Dedi, dar libas qəbir sıxıntısı getirən insana. Kişi indi dar giyinir, sən bilmirsən bu kişidir, yoxsa gədədir, bu kişidir, ya arvaddır, məlum olmur. Paltarlar bir günə qoyulub, xüsusi şəkildə. Paltarlar bir günə qoyulub ki, kişi qadın qatışıb bir-birinə. 60, 70, 80 yaşında kişi giyinir, 16 yaşında oğlan kimi. Məsələn, diqqət eləmir. Hələ bu İslamın sözüdür kişilərə, qadınlar elə qalsın. Kişi bir cür giyinməli ki, həya və iffəti getməsin əlindən. Həya və iffəti yerində qalsın, saravazı şeyində. Allahümme salli ala Muhammed və ali Muhammed. İmam-ı zamanın zuhuru təcili üçün saravazı şeyində. Allahümme salli ala Muhammed və ali Muhammed. İmam Hüseyin Aleyhisselamın bu məclislərinin sağlam niyyətlə qurulan məclislərinin, yenə deyirəm, maddi məqsədlə yox, sağlam mənada qurulan məclislərinin bir neçə faydası var. İnsanlara hətta 14 əsr keçsə də bu məclislərin özünə məxsus bir xasiyyəti var. Bu məclislər qəlbləri diri saxlayır. Bu məclislər əhkam məclisidir. Şəriət deyilmir burada. Burada əhkam deyilmir. Düzdür, bu məktəb əhkamın diri qalmasına xidmət edir. Yerində. Amma bu əhkam məclisidir. Bu ürək məclisidir bu məclisdə. Bu ürəklərin islahatı üçündür. Çünki insan vücudunda sağlam göz yaşı kimi qəlbi islah edəcək ikinci bir şey yoxdur. Bu qadirlər buna ağlamaq. İslam ümumiyyətlə İslamda bir dəyər, heç bir dəyər kökündən inkar olunmuyor. Bəzi insanlar peyda olub, ağlamaq olmaz. Qardaş, Peyğəmbər ağlayır, Həzrəti Nuh Quranda ağlayır, Quran onu təsdiq edir. Yusuf'un atası Yaqub 40 il ağlayıb bu kişi. Quranda ağlayanların siyahısını çıxartsınız, bilsən nə qədərdir Quranda ağlayanların siyahısı. İndi bir dənə ağıllı çıxıb, adama da oxşamır, adam elə bilir Lenin'dir, xotlayıb gəlib, çıxıb televiziyada danışır. Ağzına gələni danışır, ağlamaq nədir? Qardaş, ağlamaq nədir? Ged Quran oxu, başa düşkün ağlamaq nədir?
Əlbəttə ki, sənin maşınlı S-klaslı əlindən tutub ağlasan, ağlama deyən oğlan oturub qurşaq vurub ağlayacaqsan. Televiziyada çıxıb deyirsən, ağlamaq olmaz. Gəl bir dənə o bahalı villavın bir dənə qapısını qopardım, axşam zilin dalına bağlayım, çəkim, turlayım oyuna, gör necə ağlayacaqsan sən. Sən bu qapının ruskasına ağlayan adamsan. Amma gəlmirsən burada kiminsə zakazı ilə deyirsən ki, ağlamaq olmaz. Hansı ağlamaqdan söhbət gedir? Ağlamağın içində bir həsrət var. Həsrətdən insan ağlayır. Mən o həsrətdən ağlayıram ki, Hüseyin kimi kişinin dayağı ola bilməmişəm. 14 əsr mənim ondan fasiləm var. O kişinin balalarını doğrayanda mən onun yanında ola bilməmişəm. Gülməlidir bu. Bir dənə adam tapın bu şeyə gülsün. Ağlamalıdır da qardaş. Ağlamağın nəyi pisdir ki? Siz bir dənə psixologiya alimlərindən gedin soruşun. Yaxşı, molla səhv danışır. Biz avamıq, mollayıq, 3-cü sortuq. Gedin, çox inandığınız Avropa filosoflarının, psixologlarının əsərlərini oxuyun. Onlara sual verin ki, insan həyatında ağlamağın insan həyatına hansı təsirləri var? Qoy onlar sizə açıqlama versinlər ki, ağlamaq insanı kiçiltmir, əksində böyüdür. Baxın, nəyə ağlamaq, nə üçün ağlamaq? Ağlamaq insanın mənəviyyatını diri saxlayan xüsusiyyətlərdəndir Qur'anın məntiqində. Ağlamayan adamın ürəyi qəsirətul qəlb olar, daş qəlbi olar. Adam var, ağlaya bilmir də. Qəsirətul qəlbi, qəlbin qapıları bağlıdır. Atifə yoxdur ürəyində. Rəhmi yoxdur ürəyində, atifi deyil ürək. Ürək qalınlaşır, dəmir deyilir, cingildiyir böyle zamana. O cür ürək bəsləyib bu günəcən. Ürəyi atifi deyil. Bəs bu məclisin fəlsəfəsi mənəviyyatların diri saxlanılması fəlsəfəsini daşıyır. Bu çox mühümdür. Bunu biz yaddan çıxartmayaq dedik. Bizim böyüklərimiz də az bilməyiblər. Heç vaxt belə başa düşünmüyor ki, siz indi müasirləşmişsiniz, daha məntiqli düşünürsünüz, 100 il bundan qabaqki bir əcdadınızdan daha dəqiq düşünə bilirsiniz. Biz baxırıq, görürük ki, yeni nəsil tənəzzülə gedir. Əksinə, biz onların düşünə bilmədiyini, düşünə bildiklərini düşünə bilmirik. Bizim düşüncə istiqamətimiz dəyişib, ona görə düşünə bilmirik. Köhnə kişilər pulu düşünürdülər. Amma həya-abır olar üçün puldan irəliliydi həmişə. İndiki kişilər yalnız pulu düşünür, aya-abır ikinci dərəcədə var ya yoxdur, sual altındadır. O düşünmür o tərəfi. O, bugünün insanı nəqd olsun, soğan olsun məntiqi ilə yaşayır. Nəqd olsun, soğan olsun. Verin eləyim. Qədimdə insanlar belə fikirləşmirdi. 50 il bundan qabağın kişisi, 60 il bundan qabağın axsaqqalı belə düşünmürdü. Gəlib ona bir elin obanın axsaqqallığını təklif edəndə 50-60 il bundan qabağın kişisi müdrik idi. Sual verildi ki, mən bu axsaqqallığı özüm qazanmışam, yoxsa siz mənə geyindirirsiniz bu axsaqqal pəncəyin? Bunu siz gətirib mənə geyindirirsiniz, ya bu mənimdir? Əgər mən bunu özüm qazanmışam, sən nə düşünsən ortaya? Mən bunu cəmiyyətdə qazanmışam. Bu camiə, yaşlılıq, cavanlıq, toplum mənim sözümü, mənim mərdimi, mənim fikrimi əhəmiyyətli hesab eləyir, 80% olsa və mənim rəyimlə müvafiqdirlər, oldum axsaqqalda avtomatik təbii. Bunu mən özüm qazanmışam, siz nə gəzirsiniz burada? Siz məgər bu vəzifəni paylayanlarsınız, sizin özünüz padvaprosunuz.
Siz kimsiniz? İmam Rıza Aleyhisselam Məmuna dedi ki, bu məqam sənindir, xilafət məqamı sənindir, bu vəzifə, rəhbərlik məsələsi, bu İslam dünyasını böyülük eləmək sənin öz haqqındırsa, sən kimsən ki, öz vəzifəyi başqalarla bölüşürsən sən? Yox, əgər sən özün öz içində bilirsən ki, bu məqam doğrudan mənim haqqımdır, sən burada nə edirsən, oturmuşsan? Bu sən məntiqdir də bu. Bilirsiniz, dünyanın yalancılarının meydanı niyə ayağa açır? Ona görə ki, dünyanın məntiqli insanları azalır. Məntiqli insanlar azaldıqdan cəmiyyətdə hiləgər adamlar keçər dövr başa. Bu qaydadır. Məntiqli adamlar azaldıqca haqqın başın susuz kəsərlər Kərbəla sonunda. Bu böyük bir dərsdir bizə. Məntiq itmişdi Hüseynin zamanında o camiədə. Ölmüşdü o camiədə. Məntiq düşünə bilmirdilər bunlar. Bunlar Ömər Sədlə İmam Hüseyni ayrı bilmirdilər. O günkü cəmiyyət Ömər Sədlə İmam Hüseyni ayrı bilmirdilər. Eyni statusda bilirdilər bu iki nəfəri. İmam Hüseynin məzlumiyyətinə baxın. İmam Hüseyin bir söz deyəndə, Ömər Səd bir söz deyəndə eyni dərəcədə baxırdılar bu sözlərə. Ona görə ayrılmırdılar. Deyirlər, o Vəqqasın oğludur, İranın Fatihinin oğludur. Bu da Xeybərin Fatihi Əlinin oğludur. Nə fərqi var ki? İndi bir dənə dövlətin, cəmiyyətin əl-ələ yığışıb, alim statusunda elan elədiyi adamla televiziya çıxartsınlar, bir dənə belə adam. Cəmiyyət yığışıb, buna alim deyiblər, alim evlidir, üzr istəyirəm. Qoltuq, qarpız, bu da elə oradan da inanıb ki, alimdir, şişirdiblər buna, alim deyiblər, bir dənə eləyiblər bunu, böyük bir dənə molla, bu böyük mollanın da auditoriyasını eləyiblər 3000, 2000, 5000, 10.000 adam da qaşən yığışdırırlar onun başına, sosial şəbəkədə məsələn 100.000 dinləyicisi var, raskrutka verib buna müəyyən qüvvələr, çıxardıb bunu ortaya, bunu gətirirlər, zamanənin müştehidinə bir eləyirlər. Zamanənin müştehidinin sözü ilə bu adamın sözü bərabərləşir cəmiyyətdə. Bu cəmiyyətə Allah neynəsin? Bu cəmiyyət məntiqini itirib də. İstidlalı itirib də. Məntiqi itirən camiənin fəsadları var. Məntiqini itirən camiənin dəlil, sübut, əqli, istidlalını itirən cəmiyyətin fəsadlarından biri budur ki, İmam Hüseyin boyda dahi da olmuş olsa başını kəsəcək o cəmiyyət olmuş. Özü sonra oturub onu ağlayacaq. Başını kəsir, sonra oturub ağlayacaq. Öldürür, çıxır axırına, sonra da deyir Təvvabin qiyamı. Kufənin neçə min adam başlarına vurdular ki, biz niyə Hüseyni müdafiə eləmədik, özünü öldürdülər, davay, durun, qiyam eləyin. Özləri də bildi ki, qiyamının mənası yox idi. O qiyamlarının heç bir mənası yox idi. Heç bir şeylə değişə bilməyəcəklər. Özləri getdilər, öldürdülər özlərini. Hakikaten ölür üzərində Kərbəlada öləydi, nəticə olaydı da. Bu nədir? Sonradan atılan baş topuğa deyər. Vaxtında mövqe göstərilməlidir. Bu da bir məsələ. İndi gələcək 10 gündə, indi Aşuraya qədər bu mövzuları biz toxunacağıq. Əslində burada nə baş verir? Onda başa düşəcək ki, İmam Hüseynin məktəbi niyə yaşadılmalıdır? Onda başa düşəcək ki, İmam Hüseyin məktəbi hansı dəyərlər üçün diri saxlanılmalıdır? İmam Hüseyin məktəbinin diri saxlanılması hər il onda başa düşəcək ki, cəmiyyətin nəyinə xidmət edir? Nə istəyir İmam Hüseyin bizdən? Bir dənə ziyarətnamə var.
Mən istəyirəm o ziyarətnaməni həm tanıyaq, biz Əhl-i Beyt dostlarıyıq. Məşhur ziyarətnamədir bu. Bizim ədəbiyyatlarımızda nəql olunub bu məşhur ziyarətnamə. Ziyarət-i Aşura var, ziyarət-i Əminullah var, çoxlu ziyarətlər var. Onların birinin də adı ziyarət-i varisdir. Varisin ziyarəti. Ziyarət-i varisin. Varis bilirsiniz də vərəsə. İrs aparan adama nədir irs aparan adamın adı? Varis. Miras, irs. Varis o adama, irs o mala deyilir ki, kimdənsə qalıb. Miras o mala deyilir ki, kimdənsə qalıb. Varis o adama deyilir ki, kimdənsə ona qalıb. Böyle bir dənə ziyarətnamə var. Oxuyuram o ziyarətnaməni. Bəzi yerləri tərcümə edəcəm. Sonra bizim elə ola bilər 9 gün biz bunun üstündə söhbət elədik. Orada kачестволар var, müəyyən xüsusiyyətlər var. Onları çıxarış eləyək özümüz üçün böyük bir dərsdir. Diqqət edin, bu cür başlayır ziyarət-i varisin. Əssəlamu aleykə. Əvvələn mən sual verirəm sizə. Dili sayılmayan bir şeyə salamın mənası var. Mövcud olmayan şeyə hara salam verirsən? Hansı məntiqlə, logika nədir bu? Baxın, Vəhabilər ki deyir, insan öldü, bitdi, getdi, dahi heç nədir, filandır. Biz sual veririk. Öldü, getdi, bitdi, daha təsirli deyil, daha mənası yoxdursa, olmayan bir şey çevrilirsə, əhəmiyyətsiz bir şey çevrilirsə, Sünni də, Şiə də, Vəhabi də, Şafii də, Həmbəli də, Hənəfi də, bunların Maliki də, bunların hamısı, Cəfəri də, Zeydi də, Vaqifiyyəsi də, filanı da, 73 dənə firqənin hamısını yığasan, bir yerə deyəsən bu adamlara ki, bir dənə mənim üçün sübh namazı qıl, sübh namazının sonunda bir dənə salam ver. Hamı bu salamı verir. Əssəlamu aleykə eyyuhən nəbiyyü və rəhmətullah və bərəkət. Ay namaz qılanlar. Birinci salam necə deyirsiniz? Düzüldünürsünüz. Namazda bu sözü deyirik. Əssəlamu aleykə eyyuhən nəbiyyü və rəhmətullah və bərəkət. Bu kəlməni namazda Sünni də deyir, Şiə də deyir. Salam olsun sənə ey Allahın nəbisi. Bu nəbi yoxdursa, hara verirsən bu salamı? Bozduq ha. Kimə verirsən bu salamı? Salam ki verirsən, istəsən də istəməsən də varlığın qəbul edilmiş olursan məntiqlə. Yoxsa ki, varlığın qəbul edilmişsən aləmdə, o salamı hara verirsən sən? Havaya, biz deyirik ki, Əssəlamu aleykə, salam olsun sənə, ey ya varisə Adəmə, səffətillah, salam olsun sənə, ey Allahın əzizlənmiş və seçilmiş bəndəsi olan Adəmin varisi. Qedeyin cümləyə. Ey seçilmiş Adəmin varisi, salam olsun sənə. Bu bir. 2. Əssəlamu aleykə ya varisə Nuhi Nəbiyyillah. Salam olsun sənə. Ey Nuh əleyhisselamın, Nəbiyyullahın, Allahın nəbisinin varisi.
Esselamu aleyke ya varise İbrahim Halilillah. Salam olsun sana ey Allah'ın dostu İbrahim'in varisi. 3. Esselamu aleyke ya varise Musa Kerimillah. Salam olsun sana ey Allah'la danışmak məqamına yükselen Musa'nın varisi. 4. Esselamu aleyke ya varise İsa Ruhillah. Salam olsun sana ey Allah'ın ruhi məqamına yükselmiş İsa'nın varisi. Esselamu aleyke ya varise Muhammedin Habibillah. Salam olsun sana ey Allah'ın Habibi Muhammed'in varisi. Esselamu aleyke ya varise emiril mu'minine aleyhisselam. Ey emiril müminin Ali'nin varisi. Aydın oldu biraz ha. Adem, Nuh, İsa, Musa, İbrahim, Musa, İsa, Muhammed el-Mustafa ve Ali. Hüseyin aleyhisselam bu ziyaretnamede bu 6 neferin neyi təqdim olunur? Varisi. İmam Hüseyin'in Adem'in fasilesi 10.000 ilden artırdı. 10.000 il. 10.000 il ərzində Adem'in neyi qalıb ki, gəlsin İmam Hüseyin'e vərəsəli miras çalsın. Bu nə miras? Bu miras nədir burada? Miras nədir? Söyləyib gedir. Mən burada bir dənə haşiyə deyirəm. İrslə alverin fərqini deyim sizə. İrslə alver. Biz bəzən alver eləyirik, nəticəsində nə qalır bizə? Alverin nəticəsində qalır da, bir mal qalır, pul qalır, bir vəsait qalır. Düz deyil. Sual verirəm, bu ki alver çəkib günün altında dayanırsınız, Zatonda, orada, burada, Vietnam bazarında da, indi buranın səmərəsi olmasa dayanmazsınız ki. Öyle dönüdür, boş-boşuna gibi adam yanar orada, yoldu. Ümudla gedirsən ki, akşama 500 manat olacaq da. Yaxşı. Sərmayə var da, oradan gəlir var. Yaxşı. Alver neye deyilir? Alver buna deyil, buna deyil, alver. Mən bunun işim yoxdur. Mən mahiyyətini istəyirəm açıqlayam ki, əslində alverdə nə baş verir? Alverdə mallar yerin dəyişir. Fiqdə, şəriət elmində alveri tərif edirlər. Ma huvəl alver? Ma huvəl bəy'? Bəy' alışverişlə bəy'. Allah deyir Quranda cümə günü alışverişi buraxma. Bəy' yəni bəy', yəni alver. Ma huvəl bəy' fiqdə? Əhkamda nədir bu? Bunun izahı nədir? Alimlər belə tərif veriblər. Malların yer değişməsi nəticəsində ələ gələn mənfəət. Tərcüməsi budur. Böylədir də. Pul verirəm,
Mən pulu verdim, mənim pulum getdi, oturdu o malın yerinə, mal gəldi, oturdu o pulun yerinə. Nə baş verdi burada? Alver. Alver bu deməkdir də. Məndə məsələn bir əmlak var, ev satıram. Səndə də pul var. Evi verirəm sənə, səndə olanı alıb qoyuram evin yerinə. Budur da bu proses gedir. Səndə olan mənə gəlir, məndə olan sənə gedir, ikimizin arasında. Ona deyirlər, ikimizin arasında alver baş tutdu. Məndə olan, səndə olanın yerinə keçməlidir, səndə olan, məndə olanın yerinə keçməlidir ki, bu alver baş tutsun aramızda. Buna deyirlər bəylər. Alver. Miras belə deyir, irs belə deyir. Nədir bəs? Alverdə malın yeri değişir. Mirasda maliklərin yeri değişir. Dikkat edin. Alverdə mal deyil, yer değişkenliği var. Mirasda mal değişmir. Mal hemen mal. Yes değişir. Gördünüz? Dünyada nəsə şey değişir. Kur'an deyir ki, varlık aleminde ya maldır ya malikdir. Bu da dikkatli mesele. İnsan başa düşməlidir ki, alemi varlık ya mülkiyyətdir, ya malikiyyətdir. Allah malikdir, onunla qalan hamısı mülkiyyətdir. Geldik insanlara. İnsanlar malikdir. Müvəkkəl. Etibari, icazəli, zamanlı malikdir. Zaman bitti, mülkiyyəti də alınır əlindən. Malikliyi də alınır əlindən. Öldüm, getdim. Malımın 1/3 fiqhə əsasən, şəriətə əsasən, mənim ehsanıma, qəbrimə, filanma xərclənmək hüququ var. 1/3 keçdi o yana, övladlarım halallıq verməsə, canım çıxıb qazandığım malın mənə xərclənməsi haramdır. Ay, mən can qoymuşam, bunlar deyir, nə olsun can qoymuşam? Qoymayıb, ağıllı olaydı. Ağıllı olaydı, yığdığı özündən pervod edəydim o tərəfə. Yığıb qoymuşam, bunlar üçün, bunlar kef edirlər, çəkiblər bığlarını, damaqlarını kef edirlər, dalından da belə edirlər. Mal, malik, mülkiyyət. Ağıllı adamlar biz şimdi, maliki tanıyanlar. Bilirlər ki, bir dənə aləmdə malik var. Qalanlar var, atdan düşənlər. Onlar məlikciklərdir. Onlar malikdir. Falan kəs gəldi, çəkilin, asfaltı yığışdırın, cəmaatı yığışdırın. Hala məlikcik. Malik. Sen ki cəmaatı öz mülkiyyətini bilirsən, sən kiminsən bəs? Sənin muskulun böyüdü, pulun böyüdü, çamadanın ağırdı, daşıya bilin. Elə bilirsən ki, sənsən malik. Malik. İmam Sadiq Aleyhisselam bilirsən nə deyir? O dəq gedənlərə. Malik, malik, mən. Malik. Onda ki qoyurlar səni daşın üstünə, qəssalxanada yumağa. Paş-paltarı da zorla çıxardılar eynində. Çıxmayanda eynindəki da brend malda olsa ya, ona qayçını elə həvəslə qoyub zırıb çıxardılar eynində. Bahalı şeydir ya, maykası Allah bir $10.000.
İtalyanski marka giyimində. İşin nə oluyor, poz verir. Qayısını elə qoyurlar, onu xırs kesirlər, onu ortadan tullayırlar. Get. Məlahikə deyər ki, ətərəkətə dünya, əni dünya ətərəkətədir. Hədisdir bu. Onun deyərlər ki, filani, dünya səni tərk etdi, yoxsa sən dünyanı tərk etdin? Hansındansan? Sən dünyanı cəm eləyib, qarışqa kimi yığanlardan idun, yoxsa dünya səni cəm eləmişdi özünə? Sən dünyanı cəm eləyirdi, dünya səni cəm eləyirdi. Bunun hansından idi? Bu nə irsdir? İrs o maldır ki, dayanır, iki ayağım vırıb bir başmağa, möhkəm dayanır, yiyələri değişir. Mirasdan xeyir olmaz. Neyse baş yiyən maldır. Baş yiyən maldır. Gəlindir, sevir ər değişməyi. Həzrəti İsa bugün baxdı dünyaya, dedi, ay qoca. Həzrəti İsa'nın sözüdür. Dünya üçün deyib bunu, dedi, ey qoca. Ey qoca kaftar. Neçə dənə ər boşamısan sən? Nə qədər adamı evlənmisən, boşamısan. Evlənmisən, boşamısan. Evlənmisən, boşamısan. Oyunbağı kimi asmışsan hamısında yaxınma. Dənənin biri Firondur, dənənin biri Nəmruddur, dənənin biri Harun Rəşiddir, dənənin biri dənələrdir bunlar. Bunlar olaq ənkələrdir, ha, bunlarla evlənmisən, boşamısan, asmışsan babıdır ya, ən güclüsü budur. Şəddad, bilirsiniz nə boyda padşah idi, Şəddad. Harun Rəşid şeir yazırdı qudurmuşduqdan, buludlara yazırdı şeiri. Bulud. Buludla məzələnirdi buludlarla, mırtdaşırdı buludlarla. Şeiri bizə nədir? Deyirdi ki, bağı var idi də bunun. Bağdatda bir gözəl bağı var idi, orada uzanan istirahət edirdi, yerlədirdilər onu, burasını şah kimi. Baxırdı belə buludlara, ölkəsinin də bir ucu Hindistanda idi, bir ucu indiki İspaniyada, Əndəlüsdə, bir ucu Balkanda, bir ucu Anadolu'da, bir ucu gedib çıxmışdı Afrikanın şimalı, Ərəb yarımadası, indiki İran, Pakistan, Əfqanistan, Orta Asiya, Qafqaz, Kırım, bir dənə təsəvvürün bir böyük bir xilafət imperiya, bunun zamanında, Harun Rəşidin vaxtında kim sual versə ki, İslam xilafətinin ən geniş torpaqları kimin zamanında olub Harun Rəşidin? Kulminasiya nöqtəsi idi. Baxırdı buludlara, gülürdü, buludlarla mırtdaşırdı, deyirdi ki, hara gedirsiniz? Buludlar gedir axı. Hara gedirsiniz? Hara gedirsiniz? Mənim hökumətimin sərhədlərin aşıb keçə bilməyəcəksiniz, fırlanacaqsınız. Hara yağsız, mənim torpağıma yağacaqsınız, mırtdaşırdı da buludlarla. İndiki bəzi adamlarda var, bir başqa cür mırtdaşırlar. İndi Harun Rəşidin dediyi şeirlərdən gücləri satmır deməyə, başqa şeirlər deyirlər. Məlikciklər. Yalancı qüdrət sahibləri. Zindanları ilə fəxr eləyən məlikciklər. İşgəncələri ilə fəxr eləyən məlikciklər. Əynə təshəbun. Allah buyurur ki,
Nə xortdan düşmüşsünüz ortaya, hara gedirsiniz? Miras necə tərif elədik? Sahibi değişir, özü diyanır. Bunun mənası üstünədir. Əssalamu aleykə ya Adəmə siffətillah. Ey Adəmin varisi, ey Hüseyin, mənası üstünədir. Yəni Hüseyin, sən oturmuşsan Adəmin yerində. Yəni Hüseyin, sən oturmuşsan Nuhun yerində. Sən oturmuşsan İbrahimin yerində. Sən oturmuşsan İbrahim hansı məqamda idi? İbrahim nəyin üstündə oturmuşdu? Sən belə onun üstündə oturmuşsan. İndi biz Qur'an-ı Kərimlə girib 25 dənə peyğəmbərin xüsusiyyətlərini araşdırsaq, hansı xüsusiyyətlərə bunlar malik idi? Bu ziyarətnaməyə əsasən bütün o xüsusiyyətlər ki, Qur'an ənbiyanın barəsində nəql edilib, hamısı avtomatik şamil olur kimin barəsində? İmam Hüseyin Aleyhisselam barəsində. Ona görə İmam Hüseyin Aleyhisselamın bir ləqəbi varisul ənbiyadır. Nə varisidir bu? Maddi varislik bu deyil. Təbii ki, bu miras mənəvi mirasdır, maddi miras deyil. Birinci xüsusiyyət ki, Qur'anda 25 peyğəmbərin hamısının barəsində deyilib Qur'anda olan xasiyyət, onun adı təslimiyyətdir. Təslim olmaq. Neyin qarşısında? Haqqın müqabilində təslim olmaq. Diqqət edin, demirəm ama müsəlman olmaq. Müsəlman olmaq dildə Allah'a qəbul eləmək, Peyğəmbəri qəbul eləmək, ahireti qəbul eləmək, dildə oldun müsəlman. Dildə qəbul edildiyi, ürəyi apardığın oldun mömin. Müsəlmandan biraz qalxdın yuxarı. Dildə qəbul edildiyi, ürəyi apardın, ürəyi də bir həddə tərbiyə elədin. Gəldi həmən ürək. O dəyərlər sənin qəlbivə və mənəviyyatına yazıldı. Elə ki yazıldı, onda deyirlər ki, sən İslamı gətirdin dilivə, dilindən ürəyvə, ürəyindən yaşayışva. İslam, sələvat-ı şerif Muhammed İslam iki cürdür. Bir İslam-ı ibtidai, bir de var İslam-ı intihai. İbtidai İslam imandan əvvəldir. İntihai İslam imandan sonradır. O qabaqdır, o sonra gəlir. Həzrəti İbrahim kimi. Ayələrə baxaq Quran-ı Kərimdə İbrahim Aleyhisselamın İslam kəlməsi ilə bağlı dediklərinə bir dənə baxın. İlahi duadır bu Qurandadır. İbrahim Kəbəni tikəndə kiminlə tikir? Oğlu İsmaillə. Düz deyim əməzlər. Oğlu İsmaillə bir yerdə Kəbəni bərpa edirlər. Həzrəti İbrahim əllərin qaldırır, deyir, İlahi pərverdiyara, mını da, məni də təslim olanlardan qərar verir. Bu imandan sonraki mərhələdir ya. Peyğəmbərdir bu. Deyir ki, məni sən Allah təslim edənlərdən qərar verir. Məlumdur ki, buradakı təslimiyyət o birinci İslamdan deyil. Bu təslimiyyət, o təslimiyyətdir ki, Həzrəti İsmail qurban mövzusunda gəldi, dedi, o da Qurandadır. Quranda ayə var, Həzrəti İsmailin atası ilə neyi? Diyalogu. Bu Qurandadır bu ayələr. İbrahim Aleyhisselam İsmail'i yıxıb yerə. Allah deyib kes, gətirib yıxıb yerə kesir. Diyalogu var İsmail'lə.
Orada diqqət edin, nə istəyir İsmail? Deyir ki, ata, narahat olma, əmri icra elə, inşallah mən səbr edib təslim olanlardan olaram. Allahın əmrinin qabağında gözüm üstə. Təslimiyyət budur. Təslimiyyət yəni bir insan bütün vücudu ilə Allahın əmrinə tabiçiliyi qəbul edir. Bütün vücudu ilə, bütün varlığı ilə qəbul edir Allahın əmrini. Buna deyirlər təslimiyyət. Yəni, bu önəmli bir xüsusiyyətdir. Əyyubda da bu var, Yəqubda da bu var, İsa'da da bu var, Musa'da da bu var. Tamam Kur'an'ın peygamberlerinin hayatını Kur'an'dan girin okuyun. Hamısını 25 tane peygamberin hayatı hardadır Kur'an'da. Girin, bakın. Bu meseleye Allah işare edeyim. Teslimiyet meselesine. Teslim olmak üstünedir. Hakikaten teslim olmak. Bir nefer deyir ki, ben həmişə deyirdim imam zaman gəlsin, imam zaman gəlsin, imam zaman gəlsin, belə olacağım, ağanın belə əskər olacağım, hələ. Bir gün yatdım, yuxuda gördüm, deyirlər ki, imam zaman gəlir. Falan məsciddədir. Gövhərşad məscidində, məsələn, Məşəddə imam zaman gəlib, oturub orada. Mən də evdən çıxdım, bir ayaqqabım, biri qalıb orada, bir qaçıram ki, gedim, ağaya qoşulum, gəldim, girdim, məscid, millət, alın tələ, bunu itələ, məhşur alim deyə bunu danışıram. Məhşur alimdir. Gəldim, deyir, onu itələdim, bunu itələdim, onu itələdim, gəldim qabağına, gördüm, ağa oturub, gəldim ki, əylənməkəm, Həzrət əlim çəkdi. Çəkil onunla, sən dayaqatın yoxdur, sən mənə əlim əqəsdir. Cəmaatın üstündə biyabır oldu. Dedim, ya Məhdi, mən ağam, mən üçün? Məni niyə biyabır etsin cəmaatın üstündə? Dedi, sənin ki, evində həyat yoldaşın var, indi. Balaların doğruluğu var arvadına. O sənin süt bacındır, get boşa onu. Eynindəki libasların hamısında xumus var. Sən bir ömür məndən oğurluq eləyə, eşq iddiası eləmişsən mənim. Bu cür deyib, vurdu, çıxartdı mənim heçə. Falan yerim, günahlar, hal, bu, deyir, qışqırdım yuxuda ki, yalan deyirsən, sən kəssabsan, İmam Məhdi döyürsən. Ayıldım yuxudan, tərzinin içində, başa düşdüm ki, mən hələ təslim olanlardan olmamışam. Təslim olmaq başqa şeydir. Təslim olmaq, yəni şərt yoxdur. Allahdan gəlib, İnna lillah və inna ileyhi raciun. Bu ruhiyyədə insan özünü tərbiyə ilə təslimiyyətə çatır. Təslimiyyət tamam peyğəmbərlərin xüsusiyyətidir Quranda və insan üçün ali rütbələrdən biri hesab olunur. Hər adama da o təslimiyyət məqamı qismət olunur. Adam əvvəl gerək müsəlman ola bilsin, sonra müsəlmansılıqdan böyüsün, biraz mömin ola bilsin. Müminin de 9 tane şərtin Kur'an Allah Teala Müminin suresinde deyir, onu mənə gəl, hindi burada başlasam, biyabısılıq olar, çirkə çıxararam. O formada. Ondan sonra təslimiyyətdir, yəni təslimiyyətlə bitmir, qalan mövzularda qalsın, gələn bəhslərimizdə. Bugünkü mövzu təslimiyyət mövzusudur. Bir dənə burada zikri müsibət deyim sizə. Mən bir dənə şey oxudum Həzrəti İbrahimin macərasında, mənim əzizlərim. Həzrəti İbrahim əleyhissalam gətirdi Əli, Həzrəti İsmaili qurban kəsə Minada. Bilirsiniz də əhvalatını. Bıçaq kesmədi, daşa vurdu, daş kəsildi, yenə bıçaq kesmədi, səs gəldi ki, ay İbrahim, öldürmə özünü, əziyyət eləmə özünü. Məxluq, bıçaq, məxluqsan, sən deyirsən, bıçaq kes, xaliq deyir, kesmə, xaliqin əmrindən sən çıxa bilməzsən. Çünki səbəblər silsiləsi Allahın əmrindədir. Bıçaqdan kesmək gücünü Allah ala bilər. Vurur, kesmir, vurur, kesmir.
Hələ ondan əvvəl İbrahimlə bir dənə diyaloqu var o İsmailin. Orada Həzrəti İsmail qovğa eləyib orada. Bu təslimiyyət mövzusunda. İbrahimdə İsmailin imtihanından qorxur ki, bu verə bilməz, bu imtihanı çıxa bilməz də təslim olmaq imtihanını. Çox maraqlıdır. İsmail də atasının imtihanı üçün qorxur. Aşiqlərə baxın. Bax, möminlər, mənim əzizlərim, belə olmamalıdır ki, siz bir-birinizə səhv tutmalısınız ki, aşırtmaq üçün. Sən mömin, qardaşın müminin imanından narahat olmalısan. O da sənin imanından narahat olmalıdır. Yoxsa ki, bir-birinizi itələ günahın altına sonra gülgünə. O möminçilik olmaz ki, bu oldu fırılda. Həzrəti İsmail ürəyi əsir atasının imtihanı üçün ki, atası kimin qabağında imtihan verir? Allahın qabağında ki. Birdən atam imtihanında büdrüyər. Təslimlik məqamına yüksəlməz. İbrahim də narahatdır, oğlu yetməz bu imtihana. Oğlunun ürəyində narazılıq olar qurban olmağa birdən. İndi baxın bir dənə ki, iki dənə aşıqın şərtlərini bir dənə baxın. İbrahim Aleyhisselam bunun əllərini bağlayır. İsmail'in. Deyir tutarlar, deyir yox, belə bağlar. Diyaloqa baxın, dəhşət deyir bu. Deyir, belə bağlı, arxadan bağlı. Deyir, niyə oğlum? Deyir, əllərim qabaqda olar, çapalayaram, müşat eləyərəm. Can şirin şeydir. Birdən mən eşqimdə büdrüyərəm bu təslim, Allahın əmrinə təslim olmaqda. Sən də çaşarsan, rahat əllərini arxadan var. Bir neçə dənə şey istəyib İsmail atasından bu icraatda. Biri bu. İkincisi deyir ki, ata, üzümü üzü üstə sevir mən. Üzü üstə sevir. Atalıq atifəsi, ata-övlad məhəbbəti bu fitridir də insanda. Birdən boğazımı kesəndə gözüm, nəzərim mənim gözümün içinə düşər. Məhəbbətim ürəyində artar. İfa edə bilməzsən bu əmri. Allahın qarşısında keçə bilməzsən bu təslimiyyəti. Üzümü üstə qoy məni. Üzüm üstə qoy ki, gözüm gözbə deyməsin. Bu, bir dənə təslimiyyət macərasıdır. Esselamu aleyke ya Ebu Abdillah el-Hüseyin ve alel ervahilleti hellet bifinâi aleyke minni selamullahi abedan ma begitu ve begiyen leyla ve nehar ve la cealehullahu ahirel ahdi Esselamu ala şikəstə oluyun əl-əkbər
O vügarri azametli şahsiyetli Hüseyin, zalimin kabağında eğilmeyen Hüseyin. Tarih yazır Hüseyin iki yerde, mübarek dizlerin yere koyur, vücudun toprağın üstüne atır. Biri anası Zehra şehit olanda ya, Hüseyin özün attı hanım Zehra'nın kefeni üstüne ya. Diller bir de fakat Kerbela'da ya. Ali Ekber'in cenazesi yüzünden Hüseyin dayanabilmedi Mevla. Hüseyin yakınlaştı gördü Ali Ekber'i, tike tike inivler. İstikumların üstünde nice gedem kalmıştı, arat düştü züncenaviden. İmeyliye gitti Ali Ekber'in neşinin kenarına. Day burada Mina değildi, day burada İsmail o İbrahim meselesi değildi. Hüseyin baktı gördü Ali Ekber'in gözleri yerinde döyür, beden gazagazadı. Neyledi bilirsiniz? Abbas'ın çiğninle götürüp serdi isli kumlar üstüne. O gatre olan bezeni yıktı Abbas'ına Hüseyin. Aparın heymelere taraf amanızı gelmir. Seslendi ya Zeynep bacı, Ali Ekber mi getirmişem bacı, gel al benden tahvil. Ela lanetullahi kavmez zalimin ila yevmil kıyame berkatilâni nebâ Abdillahil Hüseyin ta beruzi kıyamu kıyamet müdam ilerleş başem bişler alem niye bens olmadı viran Ali Ekber alem niye bens olmadı viran Ali Ekber o gün ki seni sağlığa alem niye bens olmadı viran Ali Ekber alem niye bens olmadı viran Ali Ekber o gün ki seni sandılar Ali Ekber o gün ki seni sandılar Ali Ekber. Bu şiirlerin kavşi cehennemde yanıydı. Zülfün teşbih centeli gamem boyanıydı. Çerhin gürmu günde bu dövri dolanıydı. Dövri berni aldılar ünvan Ali Ekber. Dövri berni aldılar ünvan Ali Ekber. Alem niye bes olmadı viran Ali Ekber. Alem niye bes olmadı viran Ali Ekber. O gün
değil. Olsun o serin su içen aşıklara lisbil. Verdin sen o zahmille susuzsan Ali Ekber. Verdin sen o zahmille susuzsan Ali Ekber. Alem yebe olmadı bir an Ali Ekber. Alem niye ben olmadı bir an Ali Ekber. O günkü seni saldılar an Ali Ekber. O günkü seni aldılar alttan Ali Ekber. Mahşur idiysen gam-i mühniyeti Yusif. Şur eyledi Yakub gözüm fiir gece Yusif. Ama ona bir vakt yetip Hazreti Yusif. Kim olmuş idi Mısır'da Sultan Ali Ekber. Kim olmuş idi Mısır'da Sultan Ali Alem diye ben olmadı bir an Ali Ekber. alem yarası olmadı bir Ali Ekber. O günkü seni saldılar an Ali Ekber, on gün ki seni saldılar Ali Ekber. Taptı seni bir behtiden ol Yakub Medine'm. Yıkmıştılar nakadvi ruh-i zeminden. İsterdi kimse başım ol şerikiyle. Tutmuştu senin gözlerimi kan Ali Ekber. Tutmuştu senin gözleri bir kan Ali Ekber. alem yebes olmadı bir Kan Ali Ekber. alem yebes olmadı bir Kan Ali Ekber. Ekber. O gün ki seni Saldılar Ali Ekber la ilahe. Dur ey cefa ile servi ettik şikeste vurul. Ali Ekber bala İmam Hüseyin'in dilinden de bak bu efrat. Dur ey cefa ile servi ettik şikeste vurul. Hava çok istidir, yatma kuru yer üstte oluyur. Ali Ekber, cefabı çektim oğul kametinle sağ oldum. Balay bala, kaddim büküldü elime, eceb esa oldum oğul. Ali Ekber,
Əcəb mənim qoca vaxtımda dadimə yetdin Əli Əkbər naylay Ki qürbət ölkədə yalqız qoyub məni getdin Cahanda heç ata görməyib belə oğul ölməyib Əli Əkbər Gözümü saldım işıqdan Xam eylədim belimi Oğul ata qocalan vaxtidə əlin tutar Əli Əkbər şərik olur qəmin